Salam əziz izləyicilər, mən bugün sizə özgüvən problemindən danışmaq istəyirəm. Deməli, ümumiyyətlə özgüvən nədir? Biz buna diqqət yetirək. Kimisi var ki, özgüvəni kənardan güclü bir insan görüntüsü olaraq qəbul edir. Kimisi də var ki, daxili özgüvəni daha üstün tutur. Mənə görə əsl özgüvən daxili özgüvəndir. Nəyə görə? Çünki əgər sizin daxili özgüvəniniz varsa, kənardan nə qədər gücsüz görüntünüz belə olsa, sizə o kənardan ki gəlir, zəif görsəm, yəni siz zəif göstərmək üçün zərbələr gəlir. Bax, onlar sizə heç cür təsir eləmir. Amma o içdəki daxili özgüvənsizliyiniz oldu sizin, amma kənardan ki güclü görüntü verirsiniz. Bax, onun heç bir yəni mənası yoxdur. Çünki yəni nə qədər sizə söz deyilsə belə, daxili özgüvən olanda onu siz qəbul edə bilirsiniz. Bilirsiniz ki, siz o deyilsiniz. Amma o xaricdən güclü görüntü verirsinizsə, artıq bunu siz yəni qəbul eləmirsiniz və əsl özgüvənsizliyiniz ortaya çıxır. Mənə görə özgüvənin əsli elə daxildə siz özünüzü tərbiyə eləməyinizdir. Bəs özgüvənsizliyi yaradan amillər nələrdir? Baxın, özgüvənsizliyi yaradan amillər əsasən uşaqlıqdan gələn amillərdir. Məsələn, valideynlərin yəni uşaqları tərbiyə üsullarıdır, ümumiyyətlə məktəbdədir, təhsildədir və əsasən buna aşağılama, yəni aşağılayıcı üsullarla mən deyərdim ki, bunun təsiri çox böyükdür. Aşağılayıcı üsulların, məsələn, valideynin uşağına aşağılayıcı baxması və yaxud müəllimin aşağılayıcı baxması, qrup yoldaşı, sinif yoldaşı, dostları və yaxud bu cür yəni aşağılayıcı baxması çox təsir eləyən amillərdəndir. Xüsusən də günümüzdə bu aşağılayıcı üsullar çox yayılıb. Nə eləsən də insanlar onsuz da səni yəni aşağılayacaqlar. Ona görə də mənim burada üsulum yəni nədir? İki qulağınızı da bağlayın, gözlərinizi də bağlayın və sadəcə öz yolunuza baxın. Yəni insanlar nə eləsəz də hər kəs öz pəncərəsindən baxır olaylara, hadisələrə. Bunu unutmayın. Məsələn, deyək ki, siz qapalı birisiniz. Bu səfər çox qapalı olduğunuz üçün sizi aşağılayacaqlar. Yəni, tutaq ki, qapalı olmadınız, açıq, yəni sosial ünsiyyətçi oldunuz. Bu səfər də deyəcəklər ki, hamı ilə ünsiyyət qurur, hamı ilə yaxşıdır. Məsələn, duyğusal birisiniz, duyğularınızı yəni bildirirsiniz. Deyəcəklər ki, çox duyğusaldır, ağlayır və yaxud çox ağlayır, göz yaşı axıdır filan da bəs məkanda. Amma duyğularınızı qapatsaz deyəcəklər ki, bu səfər də duyğularını qapadır. Hədəflərinizə yönələcəksiniz, deyəcəklər ki, hə, bu çox hədəf yönümlüdür, heç nə uşaq düşünür, nə ailə düşünür filan. Amma hədəflərinizə yönəlməsəz, yəni ancaq ailə ilə məşğul olsanız, onda da əksini düşünəcəklər. Yəni bu səfər də deyəcəklər ki, heç hədəf yönümlü deyil. Ancaq ailəsini uşağına ayırıb, yəni bir tərəflidir də. Amma buna görə də siz ancaq öz yolunuzu bilin həyatda. Mən nəyə üstünlük verirəm əsasən? Bu həyatda mənim məqsədim nədir? Buna yönəlin, bilin bunu, dəqiq bilin yəni. Və heç kimin fikrinə də diqqət yetirməyin. Kimisi sizə nə deyir, nə demir, siz onu bilirsiniz də beyninizdə. Yəni siz onun düzgün olduğunu bilirsinizsə əgər, nə desə, yəni mən bu variantın düzgün olduğunu bilirəmsə, yəni bu variant A variantı düzgündür. Tutaq ki, mənə dedilər, hə, C variantı düzgün, ya da D variantıdır, B variantıdır. Mən ona diqqət yetirməyəcəm, mən ona baxmayacam. Çünki bilirəm, özüm də bilirəm ki, bu variant düzgündür. Baxın, özgüvən budur. Əsl özgüvən budur. Yəni mən özgüvəni bu cür ən yaxşı bildirərdim, yəni açıqlayardım. Siz özünüzdə onun belə olduğunu bilirsiniz. Yəni qısacası deyərdim ki, özgüvənsizlikdən yəni qurtulmağın yolu da özünüzdə, yəni bayaq da dediyim kimi nə elədiyinizi bilin. Özünüz nə elədiyinizi bilin. Heç kimin sizə göstəriş verməsinə və yaxud həyatınızda nələrsə sizə bildirməsinə icazə verməyin. Və yaxud da kimsənin sizi günahlandırmasına icazə verməyin. Hər kəsdə ümumiyyətlə bir hadisə baş veribsə, orada iki tərəfli yəni günah olur. Unutmayın bunu. Hər iki tərəfli günah olur. Günahsız, yanlışsız bir insan yoxdur bu həyatda.
Hər kəsin çox xırda da belə olsa yanlışı olur. Və heç kimi günahlandırıb deyə bilməz ki, sənin günahların budur, sənin günahların budur. Günahlandıran və günaha sayan da Allahdır. Unutmayın bunu və heç vaxt heç kəsin yanında özünüzü günahkar hiss eləməyin. Yəni özgüvəninizi əsasən yüksəltməyin ən yüksək, yəni ən düzgün yolda məhz budur. Mənim deyəcəklərim bu qədər. Sonraki videolarımda daha geniş məlumat da verə bilərəm. Özgüvən haqqında bu qədər. Sağ olun, sevgi ilə qalın. Özünüzə yaxşı baxın.